Hər gecə başımızı qaldırıb səmaya baxanda gördüyümüz o parlaq səma cismi, ay. İnsanlığın min illərdir müşahidə etdiyi, haqqında şeirlər yazdığı, hekayələr qurduğu o səmavi qonşu. Amma düşündünüzmü? Biz ayı həqiqətən tanıyırıqmı? Çünki biz hər gecə ona baxsaq da, əslində ayın yalnız bir üzünü görürük. Digər tərəfi isə əsrlər boyu insan gözündən gizli qalıb. Ay həmişə eyni tərəfini yerə göstərir. Bu təsadüf deyil. Alimlər bu hadisəni gəlgit kilidlənməsi adlandırırlar. Bu, kosmik mexanikanın maraqlı və qəribə qanunlarından biridir. Ayın öz oxu ətrafında fırlanma müddəti ilə yer ətrafında dövr etmə müddəti tam olaraq eynidir. Təxminən 27 gün. Nəticədə, ay hər dövrünü tamamlayanda yerə yenə eyni üzünü göstərir. Bu səbəbdən ayın digər tərəfi, bəzən qaranlıq üz adlandırılan tərəfi, min illər boyunca insanlıq üçün tam bir sir olaraq qaldı. İnsanlar teleskoplar icad etdilər, göyləri müşahidə etdilər, amma yenə də ayın o tərəfini görmək mümkün olmadı. Ta ki 1959-cu ilə qədər. O il, tarixdə ilk dəfə bir kosmik aparat ayın görünməyən üzünü görüntülədi. Bu, Sovet İttifaqının göndərdiyi Luna 3 adlı kosmik aparat idi. Kosmosdan yerə göndərilən o ilk şəkillər dünyanı heyrətə saldı. Çünki ayın görünməyən tərəfi bizim bildiyimiz tərəfə heç də bənzəmirdi. Bizim gördüyümüz tərəfdə böyük qaranlıq düzənliklər var. Alimlər bu bölgələri qədim lava axınlarının yaratdığı ay dənizləri adlandırırlar. Amma görünməyən tərəf tamamilə fərqli idi. Orada saysız-hesabsız kraterlər, dərin izlər və kosmik toqquşmaların yaratdığı yaralar vardı. Sanki milyonlarla il boyunca asteroidlər və meteoritlər həmin tərəfi bombardıman etmişdi. Bu mənzərə alimlərə ayın keçmişi haqqında çox şey danışırdı. Sanki ayın o tərəfi kosmos tarixinin qorunan arxivinə çevrilmişdi. İllər keçdikcə ayın sirrini öyrənmək üçün daha çox missiya göndərildi. Bu araşdırmaların böyük hissəsini NASA və digər kosmik agentliklər həyata keçirdi. Və nəhayət, 2019-cu ildə tarixdə ilk dəfə insanlıq ayın o gizli tərəfinə bir kosmik aparat endirməyə nail oldu. Bu missiyanı həyata keçirən ölkə isə China National Space Administration idi. Onların göndərdiyi Chang'e 4 kosmik aparatı ayın görünməyən üzünə uğurla enərək yeni məlumatlar topladı. Amma burada maraqlı bir məqam var. Ayın həmin tərəfi çox vaxt qaranlıq üz adlansa da, əslində o tərəf həmişə qaranlıq deyil. O da günəş işığı alır. Sadəcə olaraq biz yer üzündən onu birbaşa görə bilmirik. Bu səbəbdən ayın görünməyən tərəfi bugün də kosmosun ən səssiz və ən sirli yerlərindən biri hesab olunur. Bəlkə də hər gecə bizə baxan o sakit ayın görünməyən üzü hələ də insanlığın bilmədiyi sirləri özündə saxlayır. Kim bilir? Bəlkə də gələcəkdə ayın o gizli tərəfi bizə kainatın daha böyük sirlərini açacaq. Kanala abunə olun, çünki biz burada yalnız görünəni yox, pərdə arxasında nələrin baş verdiyini də araşdırırıq.